21 gündə natiqliyi proqramımız başa çatdı. Biz bu günlərdə natiqliklə tanış olduq. Özünə inamımız artdı. Ağız tənbəlliyimizə toxunduq. Kobudam deyənlərə cavab verdik. Səsim eyni tondadır deyib məlahətli danışığa keçdik. Bədən dilimizi özünə güvənli etdik. Sözlə vizuallıq yaratdıq. Hekayələrin və yazmağın gücündən istifadə elədik. Vaxt qızıldır deyib sualların gücünə baxdıq. Nəfəs də gözəldir. Eləcə də bənzətmələr özəldir dedik. Mətnlər oxuduq, dinləmələr etdik, bədahətən danışdıq, səhvlərimizə baxdıq. Müxatəbimizi tapdıq, dialoqları oxuduq və sonda davam 3 nöqtə dedik. Əziz dostlar, bu marafon necə keçdi?